Uşaqlar, bugün sizə isim bölməsini izah edəcəm. Əvvəlcə ismi izah etməmişdən qabaq qrammatika bölməsi haqqında sizlərə məlumat verim. Azərbaycan dilinin böyük bölmələrindən olan fonetika və leksikanı keçdik. Bugün isə sizlərlə qrammatikaya keçirik. Qrammatika özü də iki hissədən ibarətdir. Morfologiya və sintaksis. Morfologiya nitq hissələri və onların yaranmasından bəhs edən bölməsidir Azərbaycan dilinin. Dilimizdə, Azərbaycan dilində 11 nitq hissəsi var. Onlardan 6-sı əsas, 5-i isə köməkçi nitq hissələridir. Əsas nitq hissələrinə isim, sifət, say, əvəzlik, zərf və feil və köməkçi nitq hissələrinə isə qoşma, bağlayıcı, ədat, modal sözlər və nidalar aiddir. Əsas nitq hissələri ilə köməkçi nitq hissələrinin bir sıra fərqli xüsusiyyətləri var. Birincisi, əsas nitq hissələri deməli, həm leksik, həm də qrammatik mənaya malik olur. Biz leksik və qrammatik məna haqqında leksikada geniş məlumat verdiyimiz üçün daha ayrıca izah etmirəm leksik və qrammatik mənanın nə olduğunu. Köməkçi nitq hissələrinin isə yalnız qrammatik mənası olur. Əsas nitq hissələri cümlə üzvü ola bilir. Köməkçi nitq hissələri isə cümlə üzvü ola bilmir. İstisna olaraq qoşma qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir. Amma ayrılıqda qoşma da cümlə üzvü vəzifəsinə çıxış edə bilmir. Əsas nitq hissələrinə biz şəkilçilər qoşa bilirik. Köməkçi nitq hissələrinə isə şəkilçilər qoşulmur. Yenə də istisna olaraq bəzi qrammatik şəkilçilər köməkçi nitq hissəsi olan qoşmaya qoşula bilir. Bu əsas nitq hissələri ilə köməkçi nitq hissələrinin fərqidir. Biz demişdik ki, qrammatikada biz 6 əsas nitq hissəsini öyrənəcəyik. Ümumiyyətlə, əşya nə deməkdir, hərəkət nə deməkdir? Əşya dedikdə canlı və cansız, gözü görünən və ya təsəvvür edilə bilən biz varlıqları, anlayışları nəzərdə tuturuq. Hərəkət dedikdə isə hər hansı bir baş vermiş hərəkətin icra edilməsi, yerinə yetirilməsi nəzərdə tutulur. İsim haqqında məlumat verim. İsim əşyanın adını bildirən əsas nitq hissəsidir. İbtidaidən də bizə tanış olan bir anlayışdır. İsim kim, nə, hara suallarına cavab verir. Kim, nə və hara suallarına cavab verir. Biz feillər üçün deyirik ki, feillər lüğətlərdə məsdər formasına verilir. Misal üçün, oxumaq, yazmaq bu formada verilir. İsimlər də lüğətlərdə başlanğıc forma olaraq adlı halda verilir. Lakin bu zaman həmin sözün üzərində, yəni mənsubiyyət və yaxud da xəbərlik şəkilsi, digər qrammatik şəkilçilər olmamalıdır. Deməli, isimlərin bir neçə kateqoriyası var. İsimin, daha doğrusu 6 kateqoriyası var. Həmin kateqoriyaları burada qeyd edirəm və daha sonra onların bir-bir açılışlarını verəcəyim. İsimlər 6 kateqoriyası. Biri konkret və mücərrəd isimlər. Konkret və mücərrəd isim nədir? Konkret isimlər biz deyirik ki, gözlə görə bildiyimiz, əllə toxuna bildiyimiz, şəklini çəkə bildiyimiz bütün isimlər konkret isimlərdir. Misal üçün biz deyirik kitab, qələm, dəftər, nə bilim, özümüzə aid nümunələr, yəni gündəlik gördüyümüz nümunələrdən deyək, qapı olsun, pəncərə olsun və s. kimi. Lakin gözlə görə bilmədiyimiz, əllə toxuna bilmədiyimiz, şəklini çəkə bilmədiyimiz isimlərə isə biz mücərrəd isimlər deyirik. Misal üçün xəyal, arzu, istək və s. kimi bu sözlər, yəni gözlə görə bilmirik, şəklini çəkə bilmirik, əllə toxuna bilmirik. Bunlara biz deyirik mücərrəd isimlər. Yadda saxlayırıq. Külək ismi konkret isimdir. Hava ismi isə həm konkret, həm də mücərrəd isim kimi işlənir. Hava məkan mənasında konkret, hava qəbul etdiyimiz hava mənasını isə mücərrəd isim kimi qəbul edirik. Qeyd edim ki, uşaqlar, elə isimlər də vardır ki, onlar biz yerindən asılı olaraq həm konkret, həm də mücərrəd isim kimi işlədirik. Bunları rahat yadda saxlamaq üçün ailə üzvlərini yadda saxlayırıq. Bunlara aiddir analıq, atalıq, bacılıq, qardaşlıq.
Misal üçün, analıq hissi, atalıq hissi, bacılıq, qardaşlıq kimi hiss mənasında olanda burada mücərrəd, lakin ögey analıq, ögey atalıq, ögey bacılıq, qardaşlıq mənalarında işləndikdə isə burada konkret isim kimi işlənəcək. Deməli, konkret və mücərrəd isimlər artıq bizim üçün aydın oldu. Bu birinci kateqoriyası idi ismin. İkinci kateqoriyasına gəlirik. Ümumi və xüsusi isimlər. Ümumi isimlər eyni cinsli varlıqlara verilən adlar ümumi isimlər adlanır. Misal üçün, ətrafda çoxlu heyvanlar görürük, cürbəcür heyvanlar və biz onlara ümumi adlar veririk. Misal üçün, şirlərin hamısına şir deyirik, itlərin hamısına it deyirik və yaxud da stol, xalça və s. kimi bunlar ümumi varlığı və yaxud da hamımız insan, bəşər cəmiyyətinin insanlarının ümumi adı insandır, adamdır. Bu onlara verilən ümumi adlardır. Həmin ümumi varlıqları bir-birindən fərqləndirmək üçün onlara verilən xüsusi adlara isə xüsusi isimlər deyilir. Yadda saxlayırıq. Xüsusi isimlər cümlənin harasında işlənməsindən asılı olmayaraq hər zaman böyük hərflə yazılır. Ümumi isimlər isə yalnız cümlənin əvvəlində gəldikdə böyük hərflə yazılır. Xüsusi isimlər də müxtəlif tür olur. İnsan adlarını bildirənlər, soyad bildirənlər, daha sonra yer, məkan anlayışı bildirənlər, əsər adları bildirənlər, restoran adları bildirənlər və s. kimi. Misal üçün deyirik biz xüsusi isim kimi deyə bilərik. Tutaq ki, Elbrus dağı. Və yaxud da Araz çayı. Və s. kimi belə nümunələri çəkə bilərik. Zamanla xüsusi isimlər ümumiyə, ümumi isimlər də xüsusi isimlərə keçə bilir, işlənə bilir. Elə sözlər var ki, onlar yerindən asılı olaraq həm ümumi isim, həm də xüsusi isim kimi işlənə bilir. Misal üçün, xəyal olsun, arzu olsun, bunlar insan anlayışı bildirəndə xüsusi, lakin insanın xəyalı, insanın arzusu mənasında işləndikdə isə ümumi isim kimi işlənə bilir. Və tək və cəm isimlər. Qeyd edeyim ki, uşaqlar, bayaq ismin iki kateqoriyasını qeyd etdim. Konkret və mücərrəd isimlər və ümumi və xüsusi isimlər. Bu iki kateqoriyanın xüsusi şəkilçisi yoxdur. Heç bir şəkilçi olmadan düzələr. Qalan digər 4 kateqoriyanın yaranması üçün mütləq xüsusi şəkilçilər işləmir. Tək və cəm isimlər. Üçüncü kateqoriya tək və cəm isimlər. İsimlərə cəmlik kateqoriyasını yaratmaq üçün üzərlərinə larlər şəkilçisini artırırıq. Qeyd edeyim ki, ismin kateqoriyaları olan cəm kateqoriyası olsun, xəbərlik, mənsubiyyət kateqoriyası və hal şəkilçiləri. Bunların hamısının şəkilçiləri qrammatik şəkilçilərdir. İsimlər cəmdə işlədərkən biz larlər şəkilçisindən istifadə edirik. Misal üçün deyirəm, ağac, ağaclar. Bu formada işlənəcək. Yəni, burada larlər, yəni çoxluq anlayışı bildirəcək. Bəzən isə biz elə isimlər var ki, onların üzərində cəm şəkilsi artırmadan da çoxluq anlayışını bildirirlər. Belə isimlərə toplu isimlər deyirik. Toplu isimlərə aid edirik. Misal üçün, ordu, cəmaat, xalq, əhali, naxır, ilxı, sürü və s. kimi isimlər toplu isimlərə aiddir. Toplu isimlər qrammatik cəhətdən soruşsalar ki, nə cürdür? Toplu isimlər qrammatik cəhətdən təkdədir. Yəni, misal üçün, xalq sözünü biz desək ki, qrammatik cəhətdən təkdədir, yoxsa cəmdə deyəcək təkdədir. Əgər biz onu cəmdə işlətmək istəsək, üzərinə larlər şəkilçisini artırırıq və olur xalqlar. İndi burada biz xalqlar sözünü desək ki, qrammatik cəhətdən təkdədir, yoxsa cəmdə deyəcək ki, cəmdədir. Bu da oldu toplu isimlər. Qeyd edeyim ki, uşaqların ən çox qarışdırdığı isimlər var ki, onları toplu isim kimi götürürlər. Yadda saxlayırıq meşə, üzüm, salxım. Bu isimlər toplu isim deyil. Yəni, bunları biz toplu isimlər siyahısına vermirik. Ona görə ki, toplu isim olmaq üçün mütləq bir yerə toplaşmaq
mənasında olmalıdır. Bunlar isə belə deyək, körtəbii olaraq belə yaranıblar, yaradılışlar. Yəni belə deyək, üzüm dənələri bir yerə toplaşaraq nəsə məqsəd güdmürlər və yaxud da ki, meşədəki ağaclar. Və ona görə də biz onlar üçün heç toplu isim anlayışını ifadə etmirik. Qeyd edeyim ki, at sürüsünə biz ilxı, inəklərin sürüsünə naxır, qoyunlara isə sürü ifadəsini biz işlədirik. Bu da oldu bizim toplu isimlərimiz və dördüncü kateqoriya isə ismin mənsubiyyətə görə dəyişməsi. İsmin mənsubiyyət kateqoriyası. Biz bunu rahat yadda saxlamaq üçün nə edirik? Şəxslər üzrə dəyişirik. İsimlər ümumiyyətlə mənsubiyyət anlayışı belə olur. Şəxslər əşyalar da əşyalar arasında mənsubluq anlayışı ola bilər. Mənsubiyyət sözündən də elə bilindiyi kimi mənsubluq, aidlik mənasını ifadə edir. Yəni bir əşyanın, şəxsin kiməsə və yaxud da nəyəsə aid olması mənasındadır. Elə buradan da bunu rahat yadda saxlamaq olar. Birinci şəxsin təki. Mən sözlər üzərində bunu izah edəcəyəm. Belə şagirdlər üçün yadda saxlamaq daha rahatdır. Birinci şəxsin təkinə biz mən əvəzliyindən istifadə edirik. Misal üçün, mənim anam deyəcəm. Bir də müəllim və ana sözləri üzərində izah edəcəm. Birinci şəxsin təkində mənsubiyyət şəkilçisi ım üstü 4-dür. Im və m formasındadır. Saitlə bitən sözlərə, təbii ki, saitlə başlanan şəkilçi artırıdır. Ya saitlərdən biri düşməlidir, ya da ki, bitişdirici samitdən istifadə olunmalıdır. Burada da saitlərdən biri düşür. Misal üçün, müəllimim burada im formasında qoşulub. Anam. Ana sözü saitlə bitdiyi üçün ım şəkilçisini ana ım demirik. Ona görə də m formasında qoşulub. Birinci şəxsin cəmində. Imız, müəllimimiz, Mız, burada isə imiz formasına qoşulub. Sonra ikinci şəxsin təki. Sənin anan, sənin müəllimin. In üstü 4 və n formasında. İkinci şəxsin cəmi. Sizin ananız, anız və nız üstü 4. Yenə sizin müəlliminiz, sizin ananız. Üçüncü şəxsin təki. Onun anası, onun müəllimi. I üstü 4, s üstü 4. Üçüncü şəxsin cəmi. Yenə üssü 4 şəkilçisindən istifadə olunur. Buradakı s samiti bitişdirici samitdir. Deməli, onun müəllimi, onun anası. Yəni, saitlə bitən sözlərdə s bitişdiricisindən istifadə olunur. Üçüncü şəxsin cəmində isə onların anaları, onların müəllimləri. Qeyd edim ki, bəzi alınma sözlər vardır. Sonra mövqe, mənafi, mənşə, bu tipli sözlər var ki, bu sözlərdə s bitişdiricisindən yox, y bitişdiricisindən istifadə. Onların mövqeyi və s. Burada y bitişdiricisindən istifadə olunur. O cümlədən də milli mənşəli sözlərimiz olan su və nə sözləri də y bitişdiricisini qəbul edir. Biz susu nəsi demirik, suyu nəyi formasını işlədirik. Bu oldu ismin mənsubiyyət kateqoriyası. İsimlərin hallanması, ismin 6 halı var, 6 hal var.
Adlı hal. Adlı hal kimlə və hara suallarından birinə cavab verir. Adlı halın xüsusi şəkilçisi yoxdur. Adlı halda olan sözlər mübtəda vəzifəsinə, xəbər, təyin vəzifəsinə, o cümlədən xitab vəzifəsinə çıxış edə bilər cümlədən. Adlı halda olan sözü biz deyirik ki, xüsusi şəkilçisi yoxdur. O demək deyil ki, amma adlı halda olan sözün üzərində heç bir şəkilçisi ola bilməz. Adlı halda olan söz, isim, cəm, mənsubiyyət və şəxs şəkilçiləri qəbul edə bilər və cümlənin müxtəlif cümlə üzrə bayaq qeyd etdiyimiz kimi mübtəda, xəbər, təyin vəzifəsinə, o cümlədən də xitab vəzifəsinə çıxış edə bilər. Deməli, söz birləşməsi və cümlədə olan sifətləşmiş isimlər də yadda saxlayaq ki, adlı halda olur. Misal üçün, tutaq ki, biz deyirik ki, dəri, paltar və s. kimi. Yiyəlik hal. Adından da görünür ki, yiyəlik sahiblik məzmununu daşıyır. Yiyəlik halın sualları kimin, nəyin, haranın. Sualları rahat yadda saxlamaq üçün yadda saxlayırıq ki, hər halın şəkilçisi nədirsə, misal üçün, adlı halı bayaq dedik ki, kimlə hara. Yəni, xüsusi şəkilçi yoxdur. Suallarda da heç bir dəyişmə yoxdur. Yiyəlik halda isə ın şəkilçisi ilə yaranır. In üstü 4, ın şəkilçisi ilə yaranır. Qeyd edim ki, şəkilçi ındır. Sualların sonunda baxın, ınla bitir. Yəni, belə rahat yadda saxlamaq olar. Mən və biz əvəzlikləri adlı halda ın yox, im formasında qəbul edir. Biz mənin yox, mənim deyirik. Bizin yox, bizim deyirik. Bunu da yadda saxlayırıq. Yiyəlik halın uşaqları iki növ var. Müəyyən yiyəlik hal və qeyri-müəyyən yiyəlik hal. Biz dedik ki, müəyyən yiyəlik hal kimin, nəyin, haranın suallarına cavab verir. Qeyri-müəyyən yiyəlik hal isə yalnız nə sualına cavab verir. Qeyri-müəyyən yiyəlik halı adlı haldan fərqləndirmək üçün bilmək lazımdır ki, qeyri-müəyyən yiyəlik halda olan söz müstəqil şəkildə işlənə bilmir, amma adlı halda olan söz müstəqil şəkildə işlənir. Qeyri-müəyyən yiyəlik halda olan söz ikinci növ təyinli söz birləşməsinin tərkibində olur. Misal üçün, məktəb direktoru gəldi. Burada biz bunu rahatlıqla müəyyən yiyəlik hal kimi təsvir edə bilərik. Məktəbin direktoru gəldi. Deməli, bu qeyri-müəyyən yiyəlik haldadır. Amma desəm, məktəb bağlandı. Biz məktəbin bağlandı demirik. Və rahatca, sərbəst şəkildə məktəb sözü burada işlənir. Bunu da belə yadda saxlayırıq və yönlük hal. Yönlük hal isə Aə şəkilçisi ilə yaranır. A üstü 2 şəkilçisi ilə yaranır. Kimə, nəyə, haraya suallarına cavab verir. Kimə, nəyə, haraya. Yenə də şəkilçi ilə sözün sonluğu uyğunluq təşkil edir. Yönlük halda olan isimlər istiqamət, yön bildirir. Qeyd edelim ki, biz yönlük halla bağlı fonetikanı keçəndə sonu Aə saitləri ilə bitən sözlərin yönlük halda tələffüz qaydasını keçmişdik. Orada 8 hal var idi ki, onlardan biri də yönlük hal ilə bağlıdır ki, sonu Aə saitləri ilə bitən sözlər, məsələn, nənədir, babadır, bacadır. Bu tipli sözlərdə demişdik ki, Aə saitləri qapalı I, U-ü kimi tələffüz olunurdu. Bunu da bir daha xatırlamış oluruq. Misal üçün, nənəyə, nəniyə, babaya, babaya formasında olurdu. Təsirlik hal. Təsirlik hal deməli hərəkətin hansı əşya üzərində icra olunduğunu bildirir. Yiyəlik hal kimi qeyd edelim ki, təsirlik halında iki növ var. Müəyyən təsirlik hal və qeyri-müəyyən təsirlik hal. Müəyyən təsirlik halın şəkilçisi üssü 4 şəkilçisidir və kimi, nəyi, haranı suallarına, nəyi, haranı suallarına cavab verir. Qeyd edeyim ki, uşaqlar, qeyri-müəyyən təsirlisi yalnız nə sualına cavab verir və xüsusi şəkilçisi yoxdur. Biz bayaq qeyri-müəyyən yiyəlik halla adlı halı fərqləndirməyi izah etdik. İndi isə qeyri-müəyyən təsirlik halla adlı halda olan sözü fərqləndirməyi rahat yolunu izah edəcəm. Misal üçün deyirəm ki, atam mənə kitab aldı.
Bir də deyirəm, kitab əlimdən düşdü. Qeyri-müəyyən baxırıq ki, burada hər iki cümlədə kitab sözü var, amma biri adlı halda, biri isə qeyri-müəyyən təsirlik haldadır və bunları necə fərqləndirir? Qeyri-müəyyən təsirlik halda olan söz yadda saxlayırıq, feilin yanında olur. Baxın, bu feildir, bu da qeyri-müəyyən təsirlik halda olan sözdür. Biz onu feilin yanından çıxarsaq, avtomatik olaraq o müəyyən təsirlik hala çevriləcək. Misal üçün, mən bunu çıxarıb ya atam sözündən əvvəl, ya da mənə sözündən əvvəl keçirsəm, deyəcəm, kitabı atam mənə aldı. Avtomatik olaraq ı-nı qəbul edəcək və yaxud da atam kitabı mənə aldı. Görürsünüz, biz belə kitab atam mənə aldı və yaxud da atam kitab mənə aldı, belə deyə bilmərik. Avtomatik ı şəkilsini qəbul edəcək. Həm də qeyri-müəyyən təsirlik halda olan söz biz rahatlıqla müəyyən təsirlik halının sualını da verə bilərik. Atam mənə nəyi aldı? Kitab aldı. Bu bir yolu və bir yol da odur ki, həmin sözün qarşısına o, bu işarə əvəzliklərindən birini əlavə edirik. Yenə də kitab sözü, daha doğrusu ümumilikdə indi mən burada kitab sözünü nümunə vermişəm. Qeyri-müəyyən təsirlik halda olan söz müəyyən təsirlik hala keçmiş olacaq. Atam mənə o kitabı aldı, atam mənə bu kitabı aldı. Amma baxaq, burada artırsaq, o kitab əlimdən düşdü, bu kitab əlimdən düşdü. Biz belə deyə bilmərik, o kitabı əlimdən düşdü, bu kitabı əlimdən düşdü. Yəni, burada heç bir dəyişmə baş vermir. Və yaxud da adlı halda olan söz, əlimdən kitab düşdü, kitab əlimdən düşdü. Harada olmağından asılı olmayaraq, üzərində biz şəkilçi artırmırıq. Deməli, bu da qeyri-müəyyən daha doğrusu həm də qeyri-müəyyən təsirlik halda olan sözün adlı halda olan sözdən fərqləndirilməsi yoludur. İndi isə keçirik, deməli, yerlik hala. Yerlik hal dadə şəkilçisi ilə yaranır. Suallarda kimdə, nədə, haradandır. Çox rahatdır fərqləndirməkdə. Çıxışlı hal isə dan-dən hərəkətin başlanğıc nöqtəsini bildirir. Kimdən, nədən, haradan suallarına cavab verir. Yerlik halda kimdə, nədə suallarına cavab verən söz tamamlıq, haradan sualına cavab verən söz isə zərflik. Çıxışlı halda da yenə kimdən, nədən suallarına cavab verən söz daha doğrusu tamamlıq, haradan suallarına cavab verən söz isə zərflik vəzifəsinə çıxış etmiş olur. İsmin şəxsə görə dəyişməsi. Bayaq biz şəxslər üzərində mənsubiyyət kateqoriyasını izah etdik. İndi isə şəxsləri, həmin şəxs şəkilçilərini mən şəxslər üzərindən izah edəcəm. Birinci şəxsin təki. İsimlər şəxs şəkilçisi, əvvəlcə onu qeyd edim ki, şəxs xəbərlik kateqoriyası nə deməkdir? İsimlər şəxs şəkilçisi qəbul edərək cümlənin ismi xəbəri vəzifəsində iştirak edə bilirlər. Birinci şəxsin təkində. Bayaq mən ana və müəllim sözünü işlətmişdim. Yenə o sözlər üzərində şəxsi izah edəcəm. Am, əm şəkilçisi və yam formasında da olur. Saitlə bitən sözlərdə. Bayaq saitin düşməsi olmuşdu. İndi isə bitişdirici samitdən istifadə edirik. Baxın, ana saitlə bitir, yam olacaq. Müəlliməm. Birinci şəxsin cəmi. İq, ik, uq, ük. Yığ, yik, yuq, yük. Anayıq. Müəllimik. İkinci şəxsin təki. San, sən. San üstü 2. Anasan. Müəllimsən. İkinci şəxsin cəmi. Sınız. Üstü 4. Deməli, anasınız. Müəllimsiniz. Üçüncü şəxsin cəmi, daha doğrusu təki. Dır. Üstü 4. Dırdır, durdur. Anadır. Müəllimdir.
Üçüncü şəxsin cəmi. Dır üstü 4. Üstəgəl larlər. Larlər burada cəm şəkilsidir. Anadırlar. Müəllimdirlər. Bu formada işlədirik. Bu da oldu isimlərin şəxsə görə dəyişməsi, xəbərlik şəkilsi. Qeyd edeyim ki, üçüncü şəxs şəkilsidir. Tələffüz zamanı r samitini itirir. D formasında tələffüz olunur. Bunu da yadda saxlayaq. Sınız, ikinci şəxsin cəminin sınız şəxs sonluğu da sız formasında tələffüz olunur. Şimdi bir şeyi də qeyd edim. Biz mənsubiyyət şəkilçiləri və hal şəkilçilərini keçəndə orada anonim şəkilçiləri gördük. Deməli, ikinci şəxsin mənsubiyyətinin təki ın şəkilçisi ilə, ın üstü 4 ilə, yiyəlik hal şəkilçisi olan ın üstü 4 bir-biri ilə anonim. Biz bunları necə fərqləndirə bilərik cümlədə? Misal üçün, mən bir cümlə yazacağım. Tutaq deyirəm, sənin kitabın məndədir. Biz burada iki dənə sözdə ım şəkilçisi var və bunlardan hansının mənsubiyyət, hansının hal şəkilçisi olduğunu müəyyən etməyi bacarmalıyıq. Yadımızda saxlayırıq. Mənsubiyyət şəkilçili söz özündən əvvəl həmişə hal şəkilçili sözü tələb edir. Burada biz sənin sözünü çıxaraq, tutaq ki, kitabın məndədir olsa, biz təsəvvürümüzü sənin kitabın məndədir ifadə edə bilirik. Yiyəlik halda olan sözlər cümlənin müstəqil cümlə üzvü kimi çıxış edə bilmir. Yalnız xəbər vəzifəsində, yəni müəyyən yiyəlik halda olan söz yalnız xəbər vəzifəsində çıxış edə bilir. Yiyəlik halda olan sözdə həmişə özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir və üçüncü növ təyinli söz birləşməsinin aslı tərəfi kimi çıxış edir. Deməli, biz müəyyən edirik ki, birinci tərəfdə olan söz yiyəlik, ikinci tərəfdə isə mənsubiyyət olur. Deməli, tək işləndikdə isə mənsubiyyət şəkilçili söz. Biz onun əvvəlinə yiyəlik halda olan sözü bərpa edib rahatlıqla tapırıq ki, bu sözün üzərindəki mənsubiyyət şəkilçisidir. Və bir də yadda saxlayırıq ki, bir sözün üzərinə bir hal şəkilçisi eyni zamanda qoşmaq olar. Yəni, sənin sözünə səninə, sənini, sənində formasını deyə bilmirik. Amma kitabını, kitabında, kitabından belə deyə bilirik. Yəni, mənsubiyyət şəkilçisi sözün üzərinə biz hal şəkilçisi əlavə edə bilirik. Bu, deməli, ikinci şəxsin təkinin mənsubiyyət və yiyəlik hal şəkilçisi ın şəkilçisinin fərqləndirməsi və bir halda var. Üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisi ı-la, təsirlik hal şəkilçisi ı-nın fərqləndirilməsi. Bunları necə fərqləndiririk? Misal üçün deyirəm ki, onun kitabı, yenə belə bir cümlə yazaq. Kitabı itib. Bir də deyirəm ki, kitabı əzmə. Yenə də bu tipli cümlələrdə biz bu sözlərdə hansında ı şəkilçisinin mənsubiyyət, hansında hal şəkilçisi olduğunu müəyyən etmək üçün. Yenə də bayaq qeyd etdiyim kimi, mənsubiyyət şəkilçili söz, bax bu söz olmasa belə, onun sözünü kitabı itib, biz rahatlıqla onun qarşısına onun əvəzinin və yaxud da hansısa bir adı əlavə edə bilirik. Nə bilim, Ayşənin kitabı, Zaurun kitabı, baxın, yəni insan adı əlavə edə bilirik. İtib bu formada. Yəni, yiyəlik halda olan söz, həmin sözün əvvəlinə biz artıra bilirik. Ən rahatını tapmaq üçün isə biz şəxs əvəzliklərindən istifadə edirik. Onun kitabı itib. Gördünüz, yəni biz burada kitabı sözünə üzərinə, daha doğrusu əvvəl, deməli, yiyəlik halda olan sözü biz əlavə edə bilirik. Amma kitabı əzmə, onun kitabı əzmə, belə deyə bilmirik. Yəni, rahatlıqla burada da şəkilçinin hal, yoxsa mənsubiyyət şəkilçisi olduğunu müəyyən edə bilirik. Bəzi iki hecalı, biz əslində fonetikada iki hecalı sözlərin alınma və milli sözlərin yazılış və tələffüzü haqqında danışmışdıq. Amma indi onlar əsasən isimlər olduğu üçün biz isim bölməsində də qeyd edəcəyik həmin sözləri. Bu sözlər iki yerə ayrılır ki, bir, alınma sözlərdir ki, iki hecalı olub alınma olan sözlər var ki, həmin sözlər istir saitlə başlanan hal, istirsə də saitlə başlanan mənsubiyyət şəkilçisi qəbul etdikdə ikinci, söz kökündəki ikinci saitini itirir. İkinci qism sözlər isə
İkinci qism sözlər isə milli mənşəli sözlərdir ki, onlar yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə söz kökündəki ikinci hecasını itirir. Hal şəkilçisi qəbul etdikdə isə ikinci hecası qalır. Alınmalara aiddir isim, cisim, qisim. Bir ikisini yazacağım. Şifahi formada deyəcəm. İsim, cisim, qisim, şəkil, fikir, zikir, şəkil, fikir, zikir, sətir, sinif, fəsil, heyif, meyil, ömür, sonra qəbir, qədir, eyib və s. kimi bu isimlər. Bunlara istəyir hal şəkilçisi, istəyir də mənsubiyyət şəkilçisi artırsaq, ikinci hecədə bu saitlər var ha, bunlar düşəcək. Yazıda da düşəcək. Misal üçün, onun şəkli məndə qalıb. Onun şəkli. Burada mənsubiyyətdir. Məndədir. Qısaca yazım. Deyir. Bir də var, deyirəm ki, şəkli mənə ver. Lakin milli mənşəli sözlər var ki, bir qismi. Bunlar yalnız mənsubiyyət şəkilçisi qəbul edəndə ikinci saitini yatırır. Bunları da rahat yadda saxlamanın bir yolunu deyim. Əksəriyyəti bədən üzvlərindən, yəni gözlə görə bildiyimiz bədən üzvlərinə aiddir. Burundur, çiyindir, alındır. Bir ikisini yazacağım. Burun, çiyin, alın. Ağıl sözü alınma olsa da ağıl əqil sözündən də ağıl sözü ərəb fars mənşəli sözü, ərəb mənşəli sözü. Ağıl sözü dərrakə sözündən, əqil sözündəndir. Ağıl sözü alınma olsa bu milli mənşəlilərimiz kimidir. Beyindir, qarındır, oğuldur, ovucdur. Qoyun insanın qucağı mənasında, ağuşu mənasında. Heyvan qoyun yox. Qoyun, burada qeyd edirəm, insanın qucağı. Bu sözlərə yalnız mənsubiyyət şəkilçisi artıranda ikinci sait düşür, amma hal şəkilçisi düşəndə artıranda isə heç bir düşmə hadisəsi baş vermir. Misal üçün, mənim alnım yaralandı, burada düşəcək. Çünki alın sözü mənsubiyyət şəkilçisi qəbul edib. Amma hal şəkilçisi qəbul edəndə heç bir düşmə hadisəsi baş verməyəcək. Bunları da belə yadda saxlayırıq. İsimlərin quruluşca növləri. İsimlər quruluşca 3 növə ayrılır. Sadə, 1 sadə, 2 düzəltmə, 3-cü isə mürəkkəbdir. Sadə isimlər yalnız bir kökdən və yaxud da kök və qrammatik şəkilçidən ibarət olan isimlərə biz sadə isimlər deyirik. Misal üçün, ağac olsun, odun olsun, nə bilim, insanlar və s. kimi, yəni üzərində qrammatik şəkilçinin olması onun heç bir quruluşuna təsir etmir. Düzəltmə isimlər, mən bir şəkilçiləri burada qeyd etməyəcəm. Sadəcə düzəltmə isimlər qeyd edin ki, 2 yerə ayrılır. Adlardan isim düzəldən şəkilçilər, adlardan. Bunlara özünüz baxacaqsınız. Və feillərdən. Mən ən çox işlənən şəkilçiləri qeyd edim. Çığ şəkilçisi var, sənət peşə anlayışı yaradan. Sonra lıq şəkilçisi var, yenə o da sənət peşə yaradır. Müəllimlik, şifahi formada deyəcəm, dənizçi, müəllimlik. Sonra var, çar şəkilçisi var, meydança, dəftərçə. Cığaz var, əzizləmə mənası bildirən qızcığaz, quşcuğaz. Sonra soyad bildirənlər Yeviyeva, Ova var, Əliyeva, Rüstəmova və s. kimi. Lıq var, yenə soyad düzəldən. Sonra məsələn Mustafalı, Əlili və s. kimi. Alınma şəkilçilərdən xana var, kitabxana, çayxana və s. kimi. Dar var, hesabdar, dan var, güldan və s. kimi. Yəni zadə var, soyad düzəldənlərdən zadə. Qeyd edim ki, L şəkilçisi həm sifət düzəldən şəkilçidir, həm də isim düzəldən. Soyad düzəldəndə və yaxud da kəndli, şəhərli, bu tipli sözlərdə isim düzəldən şəkilçi, amma tutaq ki, dadlı, duzlu, necə sualına cavab verir, isimdən sifət düzəldən şəkilçi kimi işlənmiş olacaq. Bunlara da təbii ki, diqqət edirik. Sonra feillərdən isim düzəldən şəkilçilər var. Intı şəkilçisi var, qırıntı, iş var. Tutaq ki, çağırış, döyüş və s. kimi. Bəzi
sözlər var ki, onlar sadədir, zahirən iş formasında görünsə, məsələn, naxışdı, çalışdı, yarış, barış, qarış, bu tipli sözlər sadə sözlərdir, düzəltmə sözləri var deyil. Bunları da yadda saxlayırıq. Mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsi ilə yaranan isimlərə mürəkkəb isimlər deyilir. Qeyd edim ki, isimlər ya defislə yazılır mürəkkəb isimlər, ya da bitişik yazılır. Ümumiyyətlə, nitq hissələrindən isim və sifət ayrı yazılan isim və sifət yoxdur. Ya defisi, ya da mürəkkəb, daha doğrusu bitişik yazılacaq. Bitişik yazılanlara aiddir iki müxtəlif mənalı və tərkibində heç bir şəkilçi olmayan sadə sözlərin birləşməsinə yarananlar. Misal üçün biz deyə bilərik istiot və s. Mənsubiyyət şəkilçi sözlərin iştirakı ilə tutaq ki, kəkliyotu. Sadə və düzəltmə sözün birləşməsi ilə soyqırımı sözü var. İkinci tərəfi feili sifət olan mürəkkəb sözlər var. Günə baxandı, əl üzü yandı, bu tipli sözlər var. Ha, a bitişdiriciləri vasitəsilə qaça-qaç, gəl, ha, gəl, vur, ha, vur və s. Ağa, xanım, bəy, şah kimi sözlər var. Bunlar titul, ləqəb bildirəndə sözün əvvəlində yazılıb ayrı yazılır. Amma sözə bitişik yazılanda mürəkkəb söz əmələ gətirir. Məsəl üçün, ağa Səlim, ağa bəy, sonra ağa bəyim və s. kimi adlar istifadə olunur. Bunlar da bitişik yazılır. Defislə yazılanlara aid yaxın mənalı sözlər, sonra əks mənalı sözlərin iştirakı ilə yarananlar, tərəflərindən biri ayrılıqda işlənə bilməyənlər, misal üçün biz deyək kağız, koz olsun, köz olsun, köz sözü və ya da koğuz sözü ayrılıqda yoxdur. İzafət tərkibləri, həddi buluğ olsun, nöqteyi nəzər və s. Tərkibində əks, eks, kontur, ober, küllü, vitsi sözləri olan mürəkkəb sözlər, ober-leytenant, kontur admiral, külli ixtiyar və s. kimi sözlər. Bu da oldu mürəkkəb isimlərin yazışı. Mürəkkəb, daha doğrusu isimlərin sifətləşməsi. Bir sıra isimlər var ki, onlar cümlədən sifətləşərək, yəni sifətin suallarına cavab verir və sifətin funksiyalarını daşıyır, sifətləşir. Yəni, necə sualına cavab verir, cümlədə təyin vəzifəsinə çıxış eləyir. İsmin sifətləşməsinə ismin atributivləşməsi də deyirik. Daha çox sifətləşən isimlərə biz aid edirik. Qızıldır, gümüşdür, dəmirdir, sonra taxtadır, sonra deməli aid edirik. Bürünc olsun, yun, daş kimi sözlər, yəni daha çox sifətləşən isimlərdir. Misal üçün, tutaq ki, mən qızıl saat aldım. Biz qızıl metal olaraq, yəni qızıl kimyadan keçdiyimiz, yəni nə sualına cavab verir, amma mən qızıl saat aldım. Nə etdim? Aldım nəyi? Saatı. Bax, bu qeyri-müəyyən təsirli haldadır ki, mən necə saat aldım? Qızıl saat. Təyin vəzifəsinə çıxış etdim. İsim atributivləşsə də, yəni cümlədə sifət yerində çıxış etsə də, biz morfoloji təhlil zamanı nitq hissəsi olaraq onu isim götürürük, yəni sifət götürmürük. İsimlər cümlədə bütün cümlə özləri vəzifəsinə çıxış eləyə bilir. İsimlər həm cümlədə mübtəda, xəbər, təyin, tamamlıq, zərflik hər birinin vəzifəsinə çıxış eləyə bilir. Bayaq mən ismin hallarını qeyd edəndə dedim ki, yerlik və çıxışıq o cümlənin yönlük halda, yəni haraya, haradan və harada suallarına cavab verən isimlər zərflik vəzifəsində, ismin adlıq və yiyəlik hallarından başqa digər isimlər tamamlıq vəzifəsinə çıxış edə bilirlər. Daha sonra adlıq halda, yiyəlik halda olan isimlər, yiyəlik halda olan isimlər ümumiyyətlə söz birləşməsinin tərkibində olur. Söz birləşməsi də cümlə üzvü olaraq hansı cümlə üzvü vəzifəsində olsa, orada iştirak edir. Adlıq halda olan isimlər də cümlədə mübtəda vəzifəsində, xəbər vəzifəsində çıxış edə bilirlər. O cümlədən də hal-hazırda ilə ismin sifətləşməsi haqqında məlumat verdim. Deməli, isim sifətləşdikdə də təyin vəzifəsinə çıxış edə bilir. Uşaqlar, bu isim haqqında məlumatdır, rahatdır, çətin deyil. Diqqətlə qulaq asırsınız, daha sonra isə kitabdan başa düşənə qədər, öyrənənə qədər oxuyursunuz və testlərində işləyirsiniz. Bu qədər, sağ olun.